Hello təzədən. Əvvəlki videonun davamı olaraq bu videonu çəkirəm. Davam edirik. Deməli, bu məhsulda qalmışdıq. Mən təxmin edirəm, mənim təxminim budur ki, far paletidir və bu far paletini çox gözləyirdim. Buna görə nə çıxacaq indi? Həmin o dəftərlərdən sonra dəftərləri əgər görməmişsinizsə birinci videoya baxın. Çox qəşəng dəftərlər var. Açıq belə. Ay, biraz göstərəcəyim ki, maraqlı olsun. Neyse. Çok qəşəngdir. Açıyoruz. 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 Hadi be. Açtım. Vallahi açtım. Sizcə mən bunu niyə bu qədər gözləyirəm? Dəftərlərdən sonra ən çox gözlədiyim şey niyədir? Çünki təbii ki də oyda bir çıqqan gördüm. Çox qəşəngdir. Bunun qablaşdırılmasına baxın. Belə eləyirlər. Pəri kimi hiss elədim özümü. Çox qəşəngdir. Hələ buna baxın. Hazırsınız? Gözəlliyinə baxın. Bu qədər gözəl ola bilərmi? Dayanın indi sizin üçün. Tamam. İndi deyəcəksiniz ki, vidi fasonu iyi, güzel, hoş da. Bir də burada güzgüsü var. Bu da artıdır. Rəngləri necədir? Gəlin bunun üçün swatchlayım. Sizin üçün. Deyəsən bu sulfason renk pörlü bir effekt verir. Baxın, bu gözümdə var, bu gözümdə yox. Təbii ki, siz bilməyəcəksiniz. Amma elə bir ki, belə ıslaq, hafif bir zərli görünüm verir. Bu arada renkləri belədir. Yalan deyə bilmərəm ki, ay pigmentasiyası belə güclüdür, elə güclüdür. Amma gördüyünüz kimi, yəni pigmentasiyası pis deyil, ortadır pigmentasiyası. Qalçılığını indi yoxlayacağıq. Amma rəngləri də qəşəngdir. Yəni sadəcə qutusuna görə almamışam. İçindəkilər də qəşəngdir. Aha. Növbəti bir məhsul. Köynəkdir bu, səhv eləmirəmsə. Aa, yox, halter yaka. Atletikdir. Normal. Yəni göründüyü kimi gəlib belə boynunu bağlayacağıq. Beli də belə açıqdır. Yarıya qədər açıqdır yəni. Geyinib yoxlayıb sizə göstərərəm ya da baxın belədir. Mən bunu onun üçün almışam ki, üstünə köynəyi ilə çox qəşəng olacaq. Aha. İşte bu da bryokdur. Bu ya bacımın ya padrugamındır. İkisindən birinin bryokudur. Bryok. Neyse. Bu da telefonu belə yapışdırırsan ha. Ki yapışsın qalsın, oradan video çəkəsən. Onun üçün almışam. Bunu indi açmağın mənasızdır. Çünki telefon buradadır. Buradan götürüb sınaya bilməyəcəm. Ona görə açmağım. Bunu istəsəz ayrı bir şortda falan paylaşa bilərəm. Aha. Bu nədir? Bu, mən ümumiyyətlə həcmli saçlar çox xoşlayıram deyəm. Mən saçım onsuz da həcmli saçlı. Sadəcə elə vaxt olur ki, buraları belə yapırxır. Həmin o yapırxmağının qarşısını almaq üçün belə bir yöntem tapdım. Belə edirsiniz saçınızı. Bazı uşaqlara fantan yığır analardı saçlarını. Onları oxuradı. Neyse, belə edirik, həcmli qalır saçlar. Bu arada məncə həcmli saxlayacaq. Çünki baxın 2 dəqiqə şeyləyən kimi qabağını biraz qabartdı. Bu da belə bir dəstə. Sonra bu ne? Bu mənim desəm padrugamın zakaz verdiyi şalvardır. Bəli, odur. Vallahi normal şalvar material var. Mən Trendyoldan çox şey alırdım. Elə Trendyolda milyonlarda zat olan şalvarlar kimidir. Hətta materialı ondan daha qartdır, daha yaxşıdır. İndi bir məsələ var ki, artıq ətləri, piyləri göstərəcək, yoxsa yox. Amma tam göründüyü kimi belə acı kahve kimi rəngdədir. Əladır. Materialı belə, material pis necədir?
azıcık belə stretch fason, amma şax bir parçadır. Yəni çox belə nəzik teflo deyil. Dırıdırım. Dun 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 dun. Aha. Elə dedim ki, aha sanki da. Deyəsən bildim bu nədir. Bu mənim özümə zakaz elədiyim dondur. Dostlar, əla da. Parçası qəşəngdir. Heç belə nazik, amma ətləri belə pis çıxardan parçalar olur. Onlara bənzəmir. Bu yaxa detayını sizə göstərim. Aha, baxın, bir dənə defektini tapdım. Belə, ay yox, üstünə yapışıbmış. Neysə. Deyəcəkdim ki, şey çıxıb, ip çıxıb. Deməli, yaxa detayı belədir ki, burada belə bir çiyni isə bu cür asimetrik yaxadır. Yapışandır bədənə. Əgər bununla edəcəyim kombini görmək istəyirsinizsə, Instagram səhifəmə abunə olun. Bu arada maskalarını bəyəndim ama heç belə dedikləri kimi deyil ki, ay nə bilim, çox pis çıxır Temudan, belədir. Yəni normal, o qiymətə normaldır. Aha, bu Abadokdur. Bu podrugam zakaz verir. Mən Abadoku özümə çox da yaraşdırmıram deyə taxmamaq üstün tuturam. Daha nazikdir. Bunun səhv eləmirəmsə, biraz qalın versiyası da var idi. Sadəcə bilmirəm ki, o bu qədər balaca olduğunu düşünürdüm. Yox. Gəlin biz denəyik görüm nətər olur. Deyəcəksiniz ki, indi bəs podrugavın şeyləri sən niyə denirsən? Çünki mən canıma qarışılandan icazə almışam. Və özləri deyiblər. Ay kızlar, çok qəribə durmurmu ya mənim başımda bu Abadok? Sanki bütün vibe'ımı öldürür. Bilmirəm, mən mi taxa bilmirəm? Doğrudan yaraşmır mı? Belə qaldı mənə. Nə fikirləşirsiniz? Sizcə özümə Abadok alım, nəsə kombində istifadə edeyim? Yoxsa mənə mi pis gəlir? Bəlkə. Neysə, siz fikirlərinizi aşağı yazın lütfen. Aha. Bu nədir? Bu, mən deyim də nədir? Bəzilərimizin hips-dipslər var, təəssüf ki. Və o hip-dipslər asanlıqla getmir, məşqlə tez həll olmur. Ona görə, məsələn, bəzi paltarlarda mən hip-dips görüntüsünü çox bəyənirəm. Çox belə qəşəng görünür, qadınsı görünür. Amma bəzi paltarlarda isə elegant görünmür. Onun üçün həmin paltarlarda bu hip-dips görüntüsünü yox eləmək üçün belə bir şey almışam. Qıraqlarında nazik bir maçalka var. Nazikdir belə. Belə geyinəcəm, hip-dipslerim yox olacaq. Amma mənim ən bəyənmədiyim şey belə anormal, süni bir görüntü ortaya qoyur bəziləri. Ondan olması inşallah ki elə olmaz. Çoxlu naskelər var. Bunlar mənimdimi, dostlarımındır mı? Artıq bilmirəm, özlərindən soruşdum. Amma materialları bayağı qəşəngdir və çox ucuz qiymət almışım. Məncə zakaz verin. Belə 5-li dəst. Əladır. Aha, kəmər. Bu da podrugamındır. Başqa bir dostum buradan kəmər sipariş eləmişdi, bəyənmişdi, razı qalmışdı deyə. Mən də dostuma önərdim. Bu arada paketlənməsinə baxın nə gözəldir. Zərər görməsin deyə bu cür paketlənir. Çox bəyəndim paketlənməsini. Materialına baxın. Əla. Yəni qiymətinə görə çox əladır. Qəşəng. Belə bu cür. Məncə qayət qəşəngdir. Bir karışnəyi qəhvəyi rəngi, bir də qara rəngini alıb. İkisi də qızlı detallarındandır. Baxın, yəni belə kalitəsiz, ucuz da durmur. Bayağı şax durur. Allah, yenə də görəsən. Aha, bu bodydir, sadə bir bodydir. Dostum zakaz edir. Ona görə açmadım. Bu da podrugam zakaz eləyib. Bu makyaj fırçalarını yumaq üçündür. Belə, içi digir-digir. Qəşəngdir, adi belə
yuyular. Bu da səhv etmirəmsə, əgər səhv etmirəmsə, dostumun sifariş elədiyi şeylərdəndir. Marka tarzı bir şeylər olmalı. Bu da bodydir. Ay, tərs üstünü tutmuşum. Belə bodylərdir. Materialları normal. Yəni, adi streç materiallar var. Belə pis material yoxdur. Nazik streçdir deyil. Bunlar, aha, baxın, bir də belə tikişləri var. Deyəsən, belinci göstərir. Qara rəngdə çox görünməz. Hə, bejrisi var. Bejini də göstərim sizə. Baxın. Belə bir şey. Belinci göstərəcək. Sadəcə bu detayı məncə narahat edə bilər biraz. Əlində duruşunu istəyirsinizsə, mütləq takdim. Bundan 2 dənə almışdıq. Biri padruqama, biri mənə. Bu nədir? Bildim. Bu dırnaq baxım setidir. Belə bir şeydir. Bu arada bunu da qoymuşdum. Baxın, belə bir şeydir. Qayçısı var. Belə dırnağın ətini kəsəni var. Burada bilmədiyim işlevlərini, bilmədiyim qəribə şeylər var. Yəqin ki, kutiklanı arxaya eləmək üçündür. Sonra naqqaş var. Qəşəng. İstifadə edeyim, görüm necədir. Amma belə bəyəndim. Yəni, göründüyü kimi içindəki məhsullar belə. Dostumun kəmərlərindən yenə birisi. Bu arada enisindən prosta 2 dənə zakasını yapışdıyım. Deyəsən, bunun bir dənə başının forması var. Neyse. Aha, həmin o halter yaka dediklərindən bir dənəsi daha. Çünki bayaqki dostumun idi, bu isə mənim. O və köpürtən. Ən tez deneyəcəyim şey. Göründüyü kimi gəlib. Açığı. Temudan yuxarıda da mesaj gəlir, ay Allah. Bunu hardan yandırırlar? Ne edirlər, bilmirəm. Bəlkə də nə bilim. Sarıqaya falan. Bateriyasını qoymaq lazımdır dostlar. Batareya qoyub yoxlayın. Belə normal göründüyü kimi gəlib. O hissəsində məncə pis yoxşamır, yaxşı yoxşur. Aha, bu nədir? Deyəsiniz ki, bu nədir? Oyuncağa oxşur. Bu içinə buz doldurub üzə eləməyə roldur. Belə bununla bunu düşünün ki, bitişi. Birini bunu açacağım. Belə içi buz olacaq. Belə sürtəcəm. Çox xeyri var buzun. Xüsusilə mən fikirləşirəm ki, düyü suyundan, düyü maskası olur da, düyü suyunu dondurun, onu buz kimi istifadə edin, daha yararlı olar. Burada belə bir sırğa var. Qəşəng görünür və göründüyü kimi gəlib. Kombinlərində görə bilərsiniz, görmək istəyirsinizsə takip eləyin məni. Bu belə qırmızı tintdir deyəsən, səhv etmirəmsə. Bacım istəmişdi bunu. Kim 27'ye qədər bu arada vaxtı var. Yoxlamaq istəyirəm də. İnşallah ki, məni hirslənməz xanım qız. Amma nə edək ki, sənin bacın vlogger olmağa çalışır, influencer. Gəlin, yoxlayaq. Dadamda düz indi şey var. İyi, qəşəngdir. Dadı şirindir. Nə qəşəng xəfif rəng verdi. Əlimdə yox, nə görüm. Deyəsən bu tint deyil, dostlar, glossdur. Gloss tint mi? Belə gloss kimi tintdir. Nə keçir? Color changing lipstick. Tamam. Belə qaldı. Çox qəşəng xəfif rəng verir. Bəyəndim seçimini bacışqop. Bu bacımın brülyoku. Bu arada bundan brülyoklar yaxşı gəlir deyə hamı parça-parça qazayır.
Bu bacma stikerlərdir. Mənim bacma stiker kolleksiyası var deyə hər sifarişdə mənə stiker zakaz elətdirir. Bu stikerləri aça bilmərəm, üzrlü sayın. Çünki sonra yıxılacaq, sonra töküləcək, kim də bunu yıxan. Daha nələrsə var. Aha, buna baxın. Bu mənim gözəl bacımın Stanley termosunun qapağına qoyması üçün. Qəşəng tam göründüyü kimi gəlir. Daha sonra bu nədir? Bu da dostlar, bu nədir? Heç bir fikrim yoxdur, inanın. Bunu mən zakaz eləməmişəm. Yəqin ya dostlarımdan biri istəyib, ya bacım istəyib. Valla bilmirəm. Nə üçün də onu da başa düşmədim. Kağızı da hara getib. Uç. Buna baxın, tükülü. Çox şirindir, çox. Mən də özümə zakaz eləyəcəm. Bu təbii ki bacım xanımın idi. Burada yenə bir şeylər var. Bundan fabrikamada özümə də zakaz eləmişim deyə həmin o sırğalardan bayaq göstərdiklərimdən. Sonra belə bir kistuşkalar. Bu fırçalar ne üçündür? Bunları dostum zakaz eləyib. Eyeliner üçün. Biraz bu əyri fason gəldi gözümə. Belə məncə istifadə eləmək olacaq, yəni eyeliner çəkmək olacaq. Burada belə çox keyfiyyətli bir şey gözləməyin. Yəni tüklər falan pis deyil. Tökülənə oxşamır. Diyecektim ki qutarda yenə qalmış. Bu da kaşlokdur. Fabrikam zakaz eləyib. Mamasına deyəsən kaşlok yox, kartlıqdır. Qəşəngdir. Tam göründüyü kimi gəlib, dərisi normaldır. Təbii ki süni dərdir. Baxın, bu arada kartlıq hissəsi dəhşət çoxdur, çünki hamısı kağız kimidir. Əvla seçimdir ha. Mən də zakaz edeyim bundan özümə. Bir-birimizdən influence oluruq. Evet, indi bitti. İndi nə deyəcəyimi bilmədim. Videom haqqında nə demək istəyirsiniz? Ağlınızdan nə keçir? Mənim haqqımda nə öyrənmək istəyirsiniz? Ya da bundan sonraki videolar nə olsun istəyirsinizsə, hər birini aşağıda qeyd edin. Və qısaca belə deyim ki, Temuda anlıq belə kuponlar gəldi. Anlıq kuponlar gələrkən də 400 manatlıq kupon gəldi mənə. Belə deyim də 400 manat deyəndə sən 400 manatlıq kupon gəlib deyə, həmin o 400 manatlıq hər məhsul doldurun, məhsulun hamısını zakaz eləyin məsələsi yoxdur. Elə bir şey olmur. Bunu əvvəlcədən deyim. Məsələn, belədir ki, 300 manatlıq bir şey zakaz eləyirsən, 100 manatlıq off kuponu var. 100 manat çıxır səndən. Məsələn, 150 manatlıq bir şey zakaz eləyirsən, atıram. Bu sadəcə misal üçün da 70 manat çıxır. Yəni belə 400 manatlıq kuponu hissələrə bölür və sən 24 saat ərzində verəcəyin sifarişlərdə 24 saat mı yoxsa 2 gün mü? Səhv etmirəmsə 2 gün möhlət qoymuşdu mənə. Verəcəyin sifarişlərdə bu kuponlara asanlıqla istifadə edə bilirsən. Ona görə bu məhsulların qiymətləri bu qədər düşdü. Birində 100 manatlıq kupon istifadə eləmişim, birində deyəsən 80 manat mı? Nə qədər olduğu dəqiq yadımda deyil. Sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. İlk videomuydu, ola bilər həyəcanlı olum, nəyəsə düzgün ifadə eləməyim ya da nəyəsə işte bir səhv bir şey eləyim, orasını anladınız siz.
müsbət, mənfi bütün rəylərinizi aşağıda bildirsəniz mən çox sevinərəm. Sağ olun, salamat qalın. Təşəkkür edirəm ki, sona qədər baxdınız. Mən getdim dərs oxumağa. Paka.